Sabahınız xeyirli olsun. Hamınızı salamlayıram. Sizi Laçın rayonu Zabıq kəndindən səhər-səhər salamlayıram. Bu gecə Zabıqda qaldıq. Çox gözəl bir yerdi. Bir tərəfdə çayın səsi, bir tərəfdə quşların cəhcəhi, sakitlik, hava tərtəmiz. Mükəmməl bir yer. İndi buradan Zabığın bəzi hissəsini sizə göstərəcəm. Görüşərik inşallah. Allah'a emanet olun. Bakın böyle yukarıda Zabıq dağları, Zabığın tepeleri. Burada bağlı bahçalı bir həyat qəşəng. İçeride meyveler. Görün ağaçlar maşallah ne gümrahdır. Bunlar da hiss edirlər ki torpaqlarımız azaddır. Torpaqlarımız artık Azərbaycanındır. Öz halkımızdadır. Uzakta Zabığın gene tepeleri. Bu tarafta yine Zabıq. Güneş de çıkıp maşallah. Bak böyle bir güzel yerdeyik. Allah Teala bu güzellikleri bize nasip ettiğine göre Allah'a çok şükür. Şehitlerimize Allah rahmet eylesin. Vətənimiz uğrunda mübarizə aparan, çalışan, emek veren, yaralanan, öz hayatını riske atan bütün həmvətənlərimə can sağlığı arzulayıram. Allah onların canı sağ eləsin. Allah şanlı ordumuzu korusun. Ordumuza yar olsun. Devletimizi güçlü kılsın. İnşallah görüşerik. Allah'a emanet olun.